Yallah. Salam aleyküm değerli izləyicilər. Hər vaxtınız xeyir olsun inşallah. Abşeron rayonu Saray qəsəbəsi. Çıxarış tex pasport, paket qubça, fərdi yaşayış, tərifə ehtiyacı olmayan. Yəni tərif eləmirəm. Çünki Allah hər kəsə bu işin qaydasını, yəni öyrədib bilir. Hamı bilir. Heç kimə nəyisə tərif eləmirəm. Mərkəzi kanalizasiya sistemi var. Yəni həqiqətən Allah da şahiddir, bu evin tərifə ehtiyacı yoxdur. Bir dənə sizə dəyərli izləyicilər. Bax, evin yan növrəsində arxasında keçid var. Bax, görürsünüz evin arxasını. Bax, buradan da evin arxasına da keçmək olur. İndi sizə dəyərli izləyicilər, göstərəcəyim şey evimizin podval hissəsidir. Bax, indi işıqlar qoşulmuyor. Gözəl insanlar. Bir dənə mənə buradan baxın, kifayət edir də, yəni gözəl insanlar. Görürsünüz. Bu evin arxasında, altında tam təmir edib yaşamaq mümkündür. Bütün aşağısı işıqlandırılıb, hamısının şkafı qırılıb, tam ideal səviyyədə. Gözəl insanlar. Bax, buradan da görürsünüz, evimizin qapılarına da fikir verin. Yəni özəlliyinə fikir verin, gözəlliyinə fikir verin. Çöldən darvazasını gördünüz. Həqiqətən çox super, idealli. Mənim kameramı çəkən adama şəxsən özüm şəkilləri təqdim edirəm. Buyur. Değerli insanlar, güzel insanlar, mənə kim zəng eləyib gəlirsə, bir dənə mənim evimin keyfiyyətsiz variantını görə bilməz. Mən sağda variantı olur istəyirəm və gəlsin bu evdə bir dənə keyfiyyətsiz möhtuna göstərsin. Olur istəyirəm. Şəbəkə mənzərəsinin keyfinə baxın. Evin yerləşmək məkanı, oba üzümlük, asfaltla oba üzümlüğün asfaltın arasında 10 metr məsafə var. Bak qapılara bak bir dənə. Bak, qapılara bak, qapılara bak. Yəni biz Moğollarla sinəmizə döymüyor, biz belə işləyirik. Amma çıxartdığımız evlərlə göstərir ki, yəni baxın da işi necə işləyirlər. Bir dənə qıraqda durur, zəhmət olunca. Bu qapını bir dənə seç. Bir dənə bu qapını seç, gözəlliyə bax. Ehtiyac yoxdur ki, tərif eləməyə. Kombi sistemləri hamısının yerindədir. Mən təzə evdə yaşamaq istəyirəm. O evdə heç kim yaşamasın, birinci mən yaşayım deyənlər. Gəlin, həm keyfiyyətə baxırım, həm də ki, bundan aboylara. 2-3 manatlıq aboyla elə bu. Sanitar qovşağı da ki, dəyərli izləyicilər, evimizin qiymətinə gələndə isə, gəl evimizin qiymətindən söhbət edək. Sot yarımın içində paket qubça, haradasa bu evin üstü olar da 110 kvadrat filan, böyük ev. İstəyən şəxs 78.000 manat real alıcıya endirim olacaq. 13 ya 12 daş kürsülü, 6 da təmiz ev edə bilərsən. Fikrin ciddi realdır, zəng elə gəl.